Donald Trump dediyini etdi və John Kennedy'nin qətli ilə bağlı bütün sənədləri məxfilikdən çıxardı. Bununla belə işi elə tələsik gördülər ki, sənədlərdəki bir çox şəxsi məlumatlar ört-basdır olunmadı və indi ABŞ-da ciddi qalmaqal yaşanır. Bir neçə yüz keçmiş xüsusi xidmət əməkdaşı tamamilə ifşa olunub. Üstəlik, əvvəlki məxfilikdən çıxarmalara baxanda bu dəfə hər şey tamamilə struktursuz təqdim edilib. Müxtəlif dövrlərə aid 64 min səhifə ardıcıllıq, əhəmiyyət dərəcəsi və bir-birini təksib edən qeydlərə işarə edilmədən bir topa şəklində yayımlanıb. Belə materialı neyron şəbəkəyə də yükləmək çətindir, təkcə xərcindən yox, həm də arxivlərin yaşına görə bir çox sənəddə tarix və adlar silinib, bəziləri isə həkim əlyazısı ilə yazılıb. Bütün bunlara baxmayaraq, ortaya heç bir manipulyasiya olmadan xam sənədlərin də çıxması maraqlıdır. Sensasiya doğuracaq brilyantı tapmaq indi daha həyəcanlıdır. Məhz bununla hazırda məşğuluq və bəlkə də artıq ilkini aşkarlamışıq. Söhbət 1975-ci ilə aid 693 səhifəlik Mərkəzi Kəşfiyyat İdarəsi hesabatından gedir. Növbəti dəqiqələrdə bir həftə ərzində oxuya bildiklərimizi bölüşəcəyik. Təbii ki, hələ hamısına baxmamışıq, ona görə Kennedy işi üzrə məxfilikdən çıxarılanlar silsiləsi görmək istəyirsinizsə, şərhlər də yazın. İndi isə hadisələrin və rəsmi versiyanın qısa icmalı təqdim edirik.